Bəli uşaqlar, bu günləri kətan üzərində yağlı boya işləyəcəyik və yağlı boya haqqında bilmədiyiniz məlumatları, öyrənmək istədiyiniz məlumatları mən sizinlə bölüşəcəm. Kətanın ölçüsü 50-nin 70-ədir. Gəlin videomuza başlayaq. Bunda eskizin qurulması uşaqlar çox vaxt o qədər kətan incidirlər ki, qaranlıq şeylə deşə-deşə onun üzərində işləyirlər. Bu yaxşı bir şey deyil uşaqlar, çünki kətanı cıra da bilərsiniz hətta. Arxadan eskiz görsənir. Yəni yağlı boyada bəzi uşaqlar olur, ilk işini bəyənmir və yağlı boyanın içində rəng vurur. Arxadan ilk işiniz görsənəcək. Yəni karandaş da bunun kimi fikirləşin. Karandaşı o qədər qapqara vursanız, arxadan o kobud görəcək, yəni pis görsənəcək. Çalışın ki, sizin görə biləcəyiniz qədər ona karandaşı sıxmağı, işləməyə çalışın. İndi ən vacib məsələ baxaq nə istəyəcək. Yəni ən qərarsız olan, yəni qararsızlıq yaşadığımız şeydir. Çünki rəssamlar yəni o qədər vaxt itirərik indi o axtar, daha yaxşısı. Baxaq Allah həqiqətən istədiyimizi tapa biləcəkmi? Və bu mənzərə mənim üçün dəyərli olan insan mənim üçün istəyəcəm. O da hədiyyə edəcək yəqin bir dostuna. Onun üçün də çox gözəl bir şey olmalıdır. Başlayaq. Bu işim bu hələ bitməyib, güllər qalıb. Bunun üçün də bir video hazırlayacağım. Necə işləmişəm, nələrdən istifadə etmişəm, bu burada kağızı hardan tapmışam, bu ortadakı xətt nə deməkdir və bunun kimi suallara cavab verəcəm. Məncə çox qəşəng bir iş oldu, amma hələ bitməyib. Hələ çox işimiz qalıb. Bu da mənim mənzərələrimdən biridir. Guaş və akvarel texnikası, qarışıq texnika. Bəli uşaqlar, o qədər baxdım, axırda bunu seçdim. Yəni işləmə qərarına gəldim, amma yaşıl, daha yaşıllıqların bol olduğu, elə bir yaz havası, yaz da deməyək, belə yay havası olsun. Burada təmiz, yəni artıq burada oktyabr, sentyabr havası, ondan da biraz noyabr, dekabr havası bunda var. Mən onu biraz daha belə alvanlı, daha yaşıllıqlar bol formada işləyəcəm. Yəni bunun yağlı boya versiyası məncə çox qəşəng olacaq. İndi başlayaq yavaş-yavaş. Yəni rəssamlarda belədir, o qədər axtarsan axırda ya yenidən işlədiyin daha gözəl işləmək istəyirsən, ya da onu daha da dəyişdirmək istəyirsən. Çünki mənim gözümə bundan yaxşı iş məncə görsənmədi. Var idi əslində, amma ölçüyə uyğun değildi. Sonra dedim, yox, ehtiyac yoxdur, bununla elə davam eləyim. Yəni ümumiyyətlə belə. Yarım saat buna getdi axtarmağa. Karandaşla bağlı sizə demişdim ki, yəni çox da sıxmağa ehtiyac yoxdur. Yəni belə eləyin, sonra bunu silmək olsun da, yəni izi qalmasın bu formada. Amma indi burada qıraqda göstərəcəm. Uşaqlar götürürlər. Belə diril kimi bunu deşirlər. İz də qalır dəryanı. Bax ha. Getmir baba. Getməyəcək qaldı burada belə. Getmir. Yəni bu qədər sıxmaya ehtiyac yoxdur. Birdən səhv oldu, xətti səhv atdım. Yəni incə, yavaş-yavaş itirdim. Mən burada elədiyim biraz azdan-az, çox da yaxşı silməmişəm. Onu eləyirsiniz, yavaş-yavaş gedir də. Yəni belə qalmağındansa, yəni bu formada olmağındansa bu daha yaxşıdır. Yəni çalışın ki, eskiz eləyəndə zərif toxunun. Zaten əsas məsələni siz yağlı boyayla eləyəcəksiniz. O tonlar ki falan. Yəni tam da ştrix kimi bütün detalların xırdalarını ki, biraz sadəcə bilindirin, özünüz görə belə. Ondan sonra başlayarsınız yağlı boyayla işləməyə. Yağlı boyanı da sizə göstərəcəm. Yəni çox maraqlıdır. Ən sevdiyim texnikalardan biridir yağlı boya texnikası. Həm görüntü, keyfiyyət cəhətdən də çox qəşəngdir. Amma biraz vaxt aparandır. Yəni digər texnikalar olsun ki, akvarel, guaş kimi tez yekunlaşmır. Onlarda da məsələn xırda detallar olanda iş uzanır, amma burada artıq yağlı boyanın quruma müddəti var. Daimi formada üst-üstə rəngi vurmaq da yaxşı bir şey deyil. Çox da gözəl olmaya bilər. Əlbəttə ki, vuran vurur, amma biz daha gözəl bir iş çıxartmaq üçün mərhələ-mərhələ, yəni bu bir ayda çəkə bilər bu iş, amma siz bəlkə 5 dəqiqəlikdə bir videoda izləyə bilərsiniz bunu. Amma dediyim ki, mərhələ-mərhələ hər birindən xırda deyantlı, xırda nüansları sizə bildirəcəm. Yəni indi eskizi başlayaq. Baxın uşaqlar, burada nə hardandır, səma hardandır, ağaclar hardan başlayır, çay harda qutarır falan, onların yerini qoydum. İndi başlayıram yavaş-yavaş dəqiqləşdirməyə, sonra keçəcəyik rənglənmə prosesinə. Dediyim kimi yuxarıdan aşağıya doğru gələcəyik. Bütöv. Elə bir kətanı doyuzdurarıq da boyayla. Doyuzdurmaq nə mənasında? Yəni kətan görsənməməlidir, yeritməliyik. Yəni birinci mərhələdə elə olacaq. Eskizimi də dəqiqləşdirim, sonra keçəcəm rəngləməyə. Ən maraqlı hissəyə. Bəli uşaqlar, eskizi hazırdır. Baxın, bəzi hissələri karandaşı sıxmışam, bəziləri işıq kölgəni təyin etmişəm. Yəni bundan artıq yağlı boyada o qədər də konkret işləməyə ehtiyac yoxdur.
Yəni artıq məsələdə siz rənglə diqqətli zaten formada izləyirsiniz. Yəni bu format asan. Mənim üçün sadə forması bu qədərdir. Yəni siz də birinci dəfə işləyəndə konkret işləməyə çalışın, amma karndaşı çox da sıxmayın. Baxın, mən bəzi hissələri elə yumuşaq eləmişəm ki, özüm görə bilirəm də, kameradan da görsənmir. Baxın bu formada. İndi başlayaq ən zövqlü hissəsi rəngləməyə. İndi başlayaq yağlı boyanı yağını hazır eləməyə. Çox da yağ götürmürəm. Çünki işdə, yəni ümumiyyətlə yağlı boyayla işləyəndə çox yağdan istifadə edəndə iş gec quruyur. Yəni bir həftəyə falan quruyur. Bu da bizim yağımız. 4 manat almışam. Buralar da hazır, yağımız da hazır. Gəlin başlayaq. Fırçalar necə olur? Yağlı boyada fırçalar yumuşaq da ola bilər. Yəni möhkəm olanlar olur. Bəlkə onlardan da istifadə edə bilərsiniz. Mən indi sizə göstərəcəm. Baxın bu fırçalardır. Ola bilər, baxın bu biri göy olan yumuşaqdır, bu biri isə möhkəm olanlardır. Yəni ilk mərhələdə bunları istifadə edəcəm, sonra yumuşaltmaya, sonraki mərhələlərdə yavaş-yavaş sərif-sərif rəngli kətan üzərində yayacağam. Baxın, qəşəng formada bir divar rəngləyirsiniz. Bunu qəşəngcə yedirirsiniz. Bu formada keçid. Və ilk mərhələ olduğuna görə əsas məqsədimiz qəşəngcə bu kətanı, bu boyanı yedirməkdir. Deməli, biz yağlı boyada digər texnikalardan fərqli olaraq daha tünd rənglərdən istifadə edirik. Sonra nisbətən daha da tündünü də əlavə edə bilərsiniz. Amma burada əsasən tünd rənglərlə, bir də rəsmi rənglə doyuzdurmaq lazımdır. Yəni yenə dediyim kimi hər yeri rəngli olmalıdır, kətan olan heç bir hissə qalmamalıdır. Bu da bizim şam ağaclarımızdır. Baxın, bu formada bunu qəşəngcə rənglə doydurdum. Burada doydurma deyirlər də, yəni ona qəşəngcə nüfuz elədi, ümumi. Artıq burada formaları daha da, məsələn mən bu boyanın tərkibinə biraz da qara, bir də göy rəngləri qataraq, həm bu qaranlıqları, o dərinlikləri verəcəm. Ümumi bir rəng olduğuna görə bunu hamısını vurdum. Və burada da eyni mərhələ ilə, necə ki səmanı elədimsə, dağı da, həmin bu yaşıllıqları, bu isə hamısının bu tonlardır. Elə bir kompüterdə məsələn işləmirsiniz, hansı hissə eyni rəngdəsə, elə bir hamısını eyni tonda edirsiniz. Elə bir neytral kimi fikirləşin. Məsələn, uşaqlar ştrixləyəndə nədən istifadə edir? Neytral edirik. Bu da onun kimi bir şeydir. Neytralın hamısını vururuq, sonra başlayırıq işıq kölgələrini, dərinliklərini verməyə. Bəli, uşaqlar artıq axırıncı mərhələlərə çatacaq. Amma hələ məncə çox iş var. Çünki mən istəyirəm ki, daha dərin, daha gözəl olsun. İndi görürsünüz ki, uşaqlar, baxın, qurudu. Yəni yağlı boyanı qat-qat işləmək yaxşıdır, amma qurudaraq işləmək, yəni mərhələli formada işləmək lap yaxşıdır. Yəni qurudaraq demək nədir? Məsələn, yağlı boya nədir? Yağdan istifadə olunduğuna görə biraz gec quruyur. Əgər yağlı boyanın yağını çox istifadə etdiyəndə bu daha da bu müddət artır. Buna görə mən həmişə mərhələli formada eləməyə çalışıram ki, məsələn bu dərinliklər, bu zərif hissələr, xırda detallar daha ön planda və çarpıcı olsun, rənglər də daha əlalvan olsun. Yəni bunu dedim ki, rəngin əlalvan olmağı yağın və ya boyanın keyfiyyətindən də asılıdır. Nə qədər yağ qatsanız rəng bir ton açılar və təmiz vurmaq lazımdır və kistinizi daimi formada salfetka ilə, nəm salfetka da ola bilər, quru da təmizləyib vurmaq lazımdır. Çirkli rəng vurmayın qətiyyən. Ondan sonra düzəltmə olmur. Əlavə bir rəng israfı olur. Yavaş-yavaş davam edin.
Bəli uşaqlar, hazırdır. Artıq bütün mərhələ xırda detallarına kimi işlənib. Son nə qaldı? İmzamız. Baxın uşaqlar, qıraq hissəsini rəngləmədim, çünki o hissədə çərçivə olacaq. Yəni əlavə rəng də vurmaq ehtiyac yoxdur. Və bu işin çərçivə versiyasında short videolarda görə bilərsiniz. Yekunu, yəni çərçivə ilə iş daha gözəl, daha dolğun, möhtəşəm olur. Digər videolarımızda görüşənədək hələlik.